Həzrət Əli kimi qüvvətli birisi olub. Həzrət Əli radiyallahu anh qüvvətli olub, lakin təkcə dünyada bir dənə olmayıb da. Yəni qüvvətli olub, güclü olub, amma bir dənə olmayıb da. Yəni ki, bir dənə qüvvətli Əli radiyallahu anh xeyr. Əli radiyallahu Peyğəmbər sallallahu aleyhi ve sellem ondan güclü olub, 40 dənə kişinin güclü olub Peyğəmbər sallallahu aleyhi ve sellem. Lakin güclü sahabələr olub. Həmzə radiyallahu anh Peyğəmbər sallallahu aleyhi ve sellemin həmisi, hansı ki, gəlir ki, rəvayətlərdə Aslan oğlan tək gedirdi. Zaman saat 12-dən sonra çölə çıxırdım şəhərdə. Şəhərdə qorxa-qorxa tinlərlə belə geyirsən ki, qabağıma bir çıxar baləcə. Adam yəni tək gedirdi. O var, şir oğlan, Aslan oğlan. Həmçinin Ömər ibn Xattab radiyallahu anh. Bütün Qureyşin qabağına deyir ki, mən gedirəm, hicrət edirəm. Muhammed sallallahu aleyhi ve sellem'in yanına. Mənlə kimin nəsə işi varsa, gəlsin, gözləyirəm falan yerdə. Yəni, lakin həmçinin Əli Rahman, Osman radiyallahu anh belə xislət olmayıb. Osman radiyallahu anh sakit olub. Həyyalı olub, ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem bəli gələcəm. Peyğəmbər sallallahu deyir, ey Osman, Allah sənə bir libas giyindirib onu çıxartma əlindən. Hətta öldürsələr belə onu çıxartma əlindən. Ona görə onu öldürməyə gələndə o, yəni artıq şey eləmir. Deyir, Allah rastlayır ki, bu həyanı öldürsələr də belə çıxartma əlindən. O da həya libasıdır, bu libası. Abu Bakr radiyallahu anh, imam qoymaq istəyirlər, deyirlər, ya Rasul, imam qoymaq istəyir Allah Rasulü onu. Deyirlər ki, ya Rasul, o yana bilmir, ağladığını, nə bilmirik, nə oxuyur, ayələr başa düşmürük. Amma Ömər yox. Aydındır, yəni sahabələrdə hərəsinin o xüsusiyyəti var. Güclü olub bütün sahabələr, çək yoxdur. Xalid ibn Valid radiyallahu anh, əzəmətli, güclü sahabə olub, döyüşlərdə Allahın qılıncı, Seyfullah, Allahın qılıncı rəqəbi verilib ona, Allah Rasul tərəfindən. Döyüşdə ölməyib, çünki Allahın qılıncı döyüşdə qırılmaz ona görə. Yəni sahabələr hər şeyi Əliyə bağlamaq olmaz. İmam Əli. Muaviyə radiyallahu anh. İlk dəfə dənizdə cihada adalar, ölkələri almaq. Bəli. Yəni təkcə Əli radiyallahu anh bağlamaq olmaz. Məsələn, gecə namazı Əli, sədəqə Əli, namaz qıldı Əli, yol Əli, hamısı Əli. Yox, hərəsində sıfay var. Bəli. Əli radiyallahu hərdən qaçırdı, hərdən səfərə gedirdi, başqa işlərdə. Əli də özü radiyallahu dua eləyərmiş, radiyallahu anhu, Abu Bakr və Ömər kimi şeyxlər olmalı. Bəli. Ona görə alimlər deyir ki, Əli radiyallahu anh öz zamanında yer üzərində gəzən ən xeyirli kişi idi öz zamanında. Bəli.